Şərq təbabətinə görə hər bir orqanın içindən enerji axdığı düşünülən bir meridianı vardır. Və bu meridianda hansısa bir blok maneə olduqda xəstəliklərin əmələ gəldiyi düşünülür. Bu fəlsəfəyə görə xarici və daxili patogen faktorların təsirindən orqanizmdə xəstəliklər yaranır, yəni bu meridianlarda bloklar, maneələr yaranır. Akupunktura dedikdə bioloji aktiv nöqtələrə iynələrin batırılması nəticəsində bu meridianlardakı enerji maneələrin aradan qaldırılması vasitəsilə xəstəliklərin müalicəsi düşünülür. Akupunktura hansısa simptoma görə müəyyən nöqtəyə iynə batırmaqla kifayətlənmək demək deyildir. Bu zaman iynə batırma zamanı çi enerji axışındakı maneənin aradan qaldırılır. Əsas səbəb tapılır, müəyyən bir məntiqi ardıcıllıqla aşkarlanır səbəblər və orqanizmin özünün sağalmasına kömək olur.